Əslində bizdə siz hazırda böyük bir reallığa toxundunuz. Ailə qurmamışdan qabaq xanımlara baxırsan ki, modeldilər. Daha sonra Yəni isə əli, ayağı, bədəni, beli maşallah olsun, çox gözəl. Ailə qurandan sonra, hələ də tez ana olandan sonra təbii ki. yığmaq çox çətin gəlir. Birincidən sonra yenə yığırlar, amma ikincidən sonra daha çətin olur. İkincidən sonra artıq deyirlər ki, əslində bir növ arxayın olurlar deyənə məncə. Məncə arxayınlıqdır. Çünki vaxt keçdikcə insanlarda məncə arxayınlıq yaranır ki, o deyirlər, məndən keçdi. Yəni ələyim ələnib deyir. Xəmir yolu. Belə bir formada. Amma düşünürəm ki, siz də onu çox gözəl vurğuladınız da. Yəni evlənənə qədər və evlənəndən sonra ümumiyyətlə nəinki evlənmək, məsələn, həyatda baş verən çox xüsusi bir dəyişiklik tutalım. Mən də çox təcrübədə görmüşəm. Ölkə dəyişən, yəni bu ölkədən köçdü getdi başqa ölkəyə, başqa bir rejimdə yaşamağa başlayır, başqa insanlarla tanışdıq, birbaşa olaraq kiloya təsir eləyir. Yəni bu psixoloji amillər o qədər təsir göstərir ki, hətta deyərdim ki, əsas təsiri göstərən amillər elə olardı. Psixoloji amillər.